Ağdam, Füzuli və Xocavənd rayonlarında bərpa, tikinti və idarəetmə xidməti Kapital Qrup MMC və Vemar Construction Group MMC ilə satın alma müqavilələri imzalayıb. Yenavaz.com xəbər verir ki, müqavilələr tender müsabiqəsi keçirilmədən bir mənbədən satın alma metodu əsasında imzalanıb. Qeyd edək ki, Kapital Qrup MMC xidmətin sifarişi əsasında Xocavənd rayonunun Xanobu kəndində ikinci mərhələ üzrə ümumi sahəsi 4375,8 kvadrat metr olan 26 ədəd fərdi yaşayış evinin təmiri işlərini həyata keçirəcək və qarşılığında 1.526.925 manat 44 qəpik alacaq. Vemar Construction Group MMC isə xidmətin sifarişi əsasında Xocavənd rayonunun Sos kəndində ümumi sahəsi 14.305,5 kvadrat metr olan 85 ədəd fərdi yaşayış evinin təmir işlərini həyata keçirəcək və qarşılığında 4.984.375 manat 87 qəpik alacaq. Açıqlanan məlumatlardan da göründüyü kimi, Xanobu kəndində bir ədəd fərdi yaşayış evinin təmiri üçün 58.728 manat, Sos kəndində isə 58.640 manat xərclənəcək. Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 20 manat olan Kapital Qrup MMC 2019-cu ildə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Xətai rayonu Məhəmməd Hadi küçəsi, ev 68A, mənzil 9-da yerləşən MMC-nin qanuni təmsilçisi Hüseynov Rasim Necəfəloğludur. Nizamnamə kapitalı 50 manat olan Vemar Construction Group MMC isə 2022-ci ildə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Nərmanov rayonu Çaykovski küçəsi, ev 2, mənzil 74-də yerləşən MMC-nin qanuni təmsilçisi Abdullalı Bikə Abbas qızıdır.